Səidə Sultan show biznesimizin dəcəl müğənnilərindən sayılır. Amma bu dəfə o özündən yox, Röyadan danışdı. Görəsən o nələr dedi? Gəlin süjetimizdə baxaq. Lider magazin, səni mən sevirəm, 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 sevirəm. Ay lider. Hər sözünü düz üzə deyən Səidə Sultan bu dəfə ürəyindəkiləri bizim kameramız vasitəsilə dilə gətirdi. Bıçaq sandığı, töşək pambığı. Bacıcan, mənim nə bağlı sandığım var, nə pambığım var, nə var hamısı üzdədir. Səmimi sənətçimiz səmimiyyətsiz müğənnilərimiz haqqında danışdı. Məni baxın tamaşaçıdan gizlin bir şeyim yoxdur. Mən elə bir nağıllardan çox görmüşəm. O qədərdir ki, yəni ki, üzdə bir, efirdə bir. Yalandan nəyə mənası ki, o sünilik kimə nə verir? Deyəsən xanım ifaçının dost sarıdan bəxti gətirməyib. Ömür boyu olub ki, yəni özüm də dostumu düz seçməmişəm. Deyir dostun, sən əsas dostun təqdimatından asıl. Əgər mən dostumu yaxşı təqdim eləyirəmsə, onun elə özü nəyə desən də. Səidə bu dırnaq arası dostlarına ultimatum göndərdi. Allah'a qurban olum, yəni gənə də mən Səidəyəm. Mən sizdən qorxmuram, göy göz gösa. Amma yıkılmadım, ayaqdayım. Yıkılmadım, ayaktayım, dertlerimle baş başayım. Axır ki, xanım ifaçı özünə yaxın bir dost tapa bildi. Əslində həmişə də çox pis yanılmışam, amma Allahıma çox şükür edirəm ki, indiki dostum, yəni mənim canıma yaxındır, cana yaxın insandır. Ruhumuz bəlkə də oxşayır bir-birimizə, ikimiz də belə para beyni. Ona görə də onunla, yəni xarakterimiz çox tutur və istədiyim insandır, çox istədiyim, dəyərli dostumdur. O dost kimdir? Niyamdır, Niyam abim, güzel abim. Bir şans ver, beni affet, bir şans ver. Geri dön, geri dön, geri dön, ne olur bana dön. Hə, indi də keçək Röya Ayxan və Səidə Sultan münasibətlərinə. Efirdən hər kəs elə bilir ki, Röya ilə Səidənin arasında soyuqluq var. Yo, estağfurullah. Bizim heç problemimiz olmayıb. Yəni heç aramızda anlaşılmamazdır. Əksinə, yəni mən deyərdim ki, Röya mənim evimin içinə də yaxın olan bir adam. Bizim aramızda elə bir münasibət heç vaxt olmur ki, bir-birimizə qarşı bəyənməyək, ya mən nəsə aramızda söz-söhbət olsun. Heç vaxt. Aramızda həmişə pərdə olub, aramızda həmişə hörmət olub və o elə də davam eləyəcək. Sizin mahnınızı oxuyub Röya. Hərdən arada. Siz əslində çox xoş gəldin mən. Gizli sal ya da birden başkası vardır yanımda. Herden arada beni görmeye sen gel. Beni her şeyden çok sevirsen eğer. Bir neçə gün bundan qabaqdır, amma Allahın böyüklüyünə şükür. Ürəyimdən keçir ki, Röyanın bir mahnısı var deyirəm. Onu oxuyum özüm üçün paylaşım da belə. Bax bir Allah şahiddən. 2 gün keçmir sizindən bir də görəm Röya paylaşım. Herden arada beni görmeye sen gel. Beni her şeyden çok sevirsen eğer. Dəniz coşub küləyinə söylə, nəğməm dönüb diləyimə söylə, adın düşüb ürəyimə söylə, mənə bu nağılın sonunu söylə. Deniz coşup yüreğine söyle, nağmen dönüp dileğime söyle, adın düşüp dilime söyle, bana bu nağılın sonu söyle. Ay Səidə, bəs hansısa mahnını başqa sənət yoldaşlarına ifa etmək üçün verərsənmi? Var elə müğənnilər ki, hal-hazırda, yəni indi maşallah yaxşıdırlar və hamısı mənim mahnılarımı oxuyublar, yəni mənə aid olan mahnıları oxuyublar. Yəni mən gəliblər icazə edirsə, Səidə biz sənin o mahnı oxuduşun, deyirsən problem yoxdur, oxuyub. Amma ifaçının ürəyi açıq olmasına aldanmayın. O bəzi insanlara öz mahnısını verməkdən imtina edər. Elə bir insan ola bilər ki, o mənə qıcıqlandıra bilər, mən ona deyərəm ki, yox. Həyatda qıcıqlandığınız müğənni varmı? Çoxdur. Var. Təzə çıxanlar yoxsa köhnələr? Təzələrlə nə işim var? Təzə köhnə, orta baf deyərdim də. Nə təzədir, nə köhnə, ortada olan. Səhnəmizdə bir dənə sultan vardı, o da mənəm. Necə? Yəni koronam da başımdadır.
Sən demə, müğənnini bir çox xarici sənətçilər oxşadırlar. Hande Yenem, sonra deyim hansı müğənnilərlə? Ququş, sonra Marilyn Monroe, sonra kim var ayağına? Çox, elə sonra kim var elə? Var bir-iki dənə, yəni çox adları çəkilib, amma Siz özünüzü kimə mən oxşadırsınız? özümü elə Sultana oxşadıram, Səidə Sultana. Səidə, sənətdə sənə rəqib olanlar kimlərdir? Rəqib deyəndə bilsən, biraz belə böyüklük kimi çıxır. Mən özümə rəqib görmürəm. Mən təkəm, mən yekəm. Mən elə şeyi sevmirəm. Yəni heç vaxt da sevmirəm. Mən sadəcə olaraq onu bilirəm ki, yəni özümə arxayınam və özümü tanıyıram Səidə olaraq. Mən bilirəm ki, mənim show biznes camiyyəsinə heç bir adiyyatım yoxdur. Rəqib yox, sağlam rəqabət istəyirəm. Niyamla istəyirəm sağlam rəqabət. Elə də var. Elə də gedir bizim sağlam rəqabətimiz. Röya olsun sağlam rəqabət, Natavan olsun sağlam rəqabət, Elnur olsun sağlam rəqabət. Yəni mən sağlam rəqabət xoşlayıram. Bir-birimizə yaxşı mahnılar verək. O belə ki, bab mahnı oxu sənin yaraşacaq. Belə bir rəqabət istəyirəm. Çünki mən tam başqa bir xarakterdə adamam. Mənim yaşayışım da tam başqa cürdür. Mənim müğənni olaraq, yəni mən konkret onun üstündə işləmirəm ki, ay filan kəs getdi qabağa, onun acığına mən də bunu edəcəm. Mən elə bir insan deyirəm. Mən öz ruhumla, özüm ürəyim istəyən vaxt oxuya bilərəm, ürəyim istəyən vaxt oxumaya bilərəm. Min adam desə Səid oxu deyərəm, oxumuram.